Xəlicə həmişəciyə Pars, Xəlicə ta əbəd Pars. Bu günlər bu istorilər çoxlarında görə bilərsiniz ki, paylaşırlar. Birindən soruşdum, axı sən hara, Xəlic hara? Sənə rəbti olan bir məsələ deyil. Farsdan ərəbin məsələsidir. Dedi, yox, milli məsələdir, İranıma rəbti var, vətənimə rəbti var, gərək paylaşam. Dedim, Urumu gölü quruyanda Azərbaycan ürəyi yananda milli deyildi. Bu torpaqdan, coğrafiyadan, vətəndən deyildi. Ondan niyə paylaşmadı, səssiz sıxmadı? Dinmədi, fikrə get. Dedim, qalsın fikirləşərsən. Dedim, indi Xəlicin adına nə fərq eləyir? Ərəb ola, Fars ola, Türk ola. Adı dəyişilsə nə olacaq? Dedi, yox, adı dəyişilə bilməz. Dedim, aferin. Hər zaman biz buna etiraz eləyirik. Dağlarımızın, çaylarımızın, yerimizin, yurdumuzun, şəhərlərimizin adı dəyişilməsin, dəyişilə bilməz. Fikrə get. Dedim, qalsın fikirləşərsən. Dedim, indi ərəb olsa, Xəlic, ərəb nə olar? Dedi, yox. Dedim, axı bizim 3 milyon ərəb qardaşlarımız Xəlicin qırağında yaşayır. Fars yaşamıyor ki orada. Dedi, yox, Xəlicin o tərəfində də o biri məmləkətlər yaşayır ki, ərəbdir, onların adına çıxdılar. Dedim, olsun Xəlici ərəb ol əhvazıza ki, ayrılsın. Dedi, yox. Dedim, milli deyil Xəlic. Dedi, niyə? Dedim, bən niyə Parsdır? Niyə qovmiyyətin adı üstündədir? Pejovre milli adın qoyub Pars, Mavara göndərək güyə, milli adın qoyub Pars. Ya çoxları, çox şeylər, çox adlar. Məsələ burada Farsın mənafeidir, İran şəhərlərinin mənfəətləridir. Hər yerdə mənfəət var, adı millidir. Məncə, sizcə?